Hər kəsə salamlar. İqtisadiyyat dərsləri kanalında istehlakçı davranışı demək mövzusu haqqında söhbət açacağıq. Gördüyünüz kimi bu günləri faydalılıq anlayışı və faydalılıq funksiyası, ümumi faydalılıq və son hədd faydalılığı, faydalılıq haqqında miqdar və sıralama nəzəriyyəsi, fərqsizlik əyrələri, büdcə xətti, istehlakçı tarazlığı, gəlir və əvəzləmə effekti, eləcə də istehlakçı artıqlıq haqqında danışacağıq. Demək, istehlakçının davranışı. İstehlakçının necə qərar verməsini və ya hansı məhsuldan və nə qədər alacağını müəyyənləşdirmək üçün ilk növbədə iki suala cavab axtarılır. İstehlakçı nəyi almaq istəyir, istehlakçı nəyi almaq imkanına malikdir. İstehlakçı davranışı istehlakçıların gəlirləri və şəxsi maraqları nəzərə alınaraq müxtəlif əmtəə və xidmətlərə olan tələblərin formalaşması prosesidir. Və bu iki sual, istehlakçı nəyi almaq istər və istehlakçı nəyi almaq imkanına malikdir, sizə yəqin ki, tanış gəldi. Tələb mövzusunda biz tələbat və tələbin fərqini dedikdə, eyni ilə bu suallara müraciət etmişdik. İstehlakçı nəyi almaq istər? Yəni hansı demək məhsulu əldə etmək istər, amma istehlakçının büdcəsi nəyə yetir? Yəni nəyə almaq imkanına malikdir? Bu haqda biz daha da geniş söhbət açacağıq istehlakçının davranışı mövzusunda. İndi isə baxırıq faydalılıq anlayışı. Faydalılıq anlayışı nədir? İstehlakçılar ehtiyaclarını qarşılamaq üçün mal və xidmətləri satın alırlar. Satın aldıqları bu mal və xidmətlərdən özlərini təmin edirlər ki, bununla bir növ təmin və ya məmnuniyyət əldə edirlər. Bu məmnuniyyət və ya təmin duyğusuna da fayda deyirik. Və bu faydalılıq anlayışının demək miqdar nəzəriyyəsi və sıralama nəzəriyyəsi var. Kardinalist və ordinalist nəzəriyyə. Kardinalist nəzəriyyə kardinalist alimlər tərəfindən irəli sürülmüşdür və bu daha öncələr olmuşdur. Sonra isə 1930-cu illərdən sonra ordinalist nəzəriyyə, yəni ordinalist alimlər bu nəzəriyyəni irəli sürdülər və kardinalist nəzəriyyənin demək olar ki, səhv olduğunu bildirdilər və bizə isə hər ikisi lazım olduğundan biz hər ikisini bu cür müzakirə edəcəyik. Demək, miqdar kardinalist nəzəriyyəsi nə deyir? Bir əmtənin təmin etdiyi faydalılıq digər əmtənin təmin edəcəyi faydalılığa təsir etməz. Bu yəni, məsələn, kardinalist nəzəriyyə deyir ki, mən bir stəkan su içirəmsə də və eləcə də bir stəkan çay içirəmsə də bunların faydalılığının bir-birinə demək təsiri yoxdur. Hər bir fərd müəyyən bir əmtədən bərabər miqdarda istehlak edərsə, eyni miqdarda ümumi faydalılıq əldə edər. Burada da deyir ki, yəni məsələn, bir stəkan suyu mən içdim və ya bir stəkan suyu başqası içdi, bu hər ikimiz üçün eyni faydalılıq verər. Eyni faydalılığı verər. Yəni bu da yəni səhv olduğunu sizə ordinalistlər bildirdi. Yəni məsələn, mənimlə suya daha çox ehtiyacı olan insanın sudan aldığı faydalılıq, sudan aldığı məmnuniyyət eyni deyil. Və bunu da kardinalist nəzəriyyə demək səhv bildirdiyini ordinalistlər sonradan bildirdilər. Faydalılığı rəqəmlə və ya hər hansı ölçü vahidi ilə də göstərmək olar. Deyək ki, burada faydalılığı bunlar belə yazırdılar. Bir stəkan su, məsələn, bizə hətta ölçü vahidləri də var idi, util. Bir stəkan su bizə 5 util, məsələn, fayda verir. Bir stəkan, deyək ki, çay bizə, məsələn, 4 util fayda verir. Yəni bunlar bu cür hesablayırdılar. Ordinalist nəzəriyyə isə, yenə də deyirəm, 20-ci əsrin 30-cu illərindən sonra yaranan bu nəzəriyyədə nə deyir? Faydalılığın müəyyən bir ədəd ifadə edilə biləcək şəkildə ölçülməsi qeyri-mümkündür. Yəni bunlar deyir ki, bir stəkan, məsələn, su, biz deyə bilmərik ki, bu bərabərdir 5 utilə. Util faydalı. Bunu deyə bilmərik. Amma biz deyə bilərik ki, məsələn, bir stəkan su bizim üçün faydalılıq verir və bir stəkan da, məsələn, çay faydalılıq verir. Ancaq ki, məsələn, bir stəkan su mənə çaydan daha çox faydalılıq verir. Yəni, ordinalistlər bunları utillə artıq ölçmürlər, ancaq ki, müqayisə edirlər ki, məsələn, bu əmtə mənə bu birindən daha çox fayda verir. Bir əmtənin istehlakçı nəticəsində əldə edilən faydalılıq o biri əmtələrin istehlakından təmin edilən faydalılıqdan müstəqil ola bilməz. Yəni, deyir ki, bir şəxs demək istehlak etdiyi bütün demək məhsullardan faydalılıq əldə edir və bunlar bir-birinə təsir edirlər. Bunlar müstəqil ola bilməzlər.
Bütün bunların bir nəticəsi olaraq fərdlər arasında faydalılığın müqayisəsini aparmaq mümkün deyil. Yəni ki, məsələn, mənimlə başqa bir şəxsin arasında faydalılığın müqayisəsi etmək olmaz. Çünki məsələn, yenə deyirəm, bir stəkan su mənim üçün böyük əhəmiyyət demək kəsb etməyə bilər, ancaq onun üçün o suya ehtiyac olduğundan onun üçün daha çox fayda əldə edə bilər və bunlar arasında müqayisə aparmaq olmaz. Faydalılıq funksiyasına baxaq. İstehlakçının istehlak etdiyi əmtənin miqdarı ilə bundan təmin etdiyi faydalılıq arasındakı əlaqəni bir funksiya ilə ifadə etmək mümkündür və bu funksiyaya da faydalılıq funksiyası adı verilir. Ayrı-ayrı əmtərlər üçün faydalılıq funksiyası TU bərabərdir. Demək ki, U, X, I. Əmtərlər qrupu üzrə faydalılıq funksiyası ilə TU bərabərdir U və X-A, XB, XC, yəni bir neçə əmtər. Burada TU əldə edilmiş ümumi faydalılıq, XI, I əmtərsinin istehlak edilmiş miqdarını göstərir, U faydalılıq funksiyasını əks etdirir. Demək, baxırıq, müəyyən əmtər və ya xidmətlərin toplusunun istehlakından alınmış ödənilmə ümumi faydalılıq adlanır və bu gördüyünüz, indi biz söhbət açdığımız demək, kardinal nəzəriyyədir. Gördüyünüz kimi rəqəmlə ölçürlər, ölçü verilibdir, utillə ölçürlər və indi biz kardinal nəzəriyyədən söhbət açırıq. Müəyyən əmtər və xidmətlərin toplusunun istehlakından alınmış ödənilmə ümumi faydalılıq adlanır. Ümumi faydalılığı biz, demək, TU ilə işarələyirik. İstənilən nemətlərin əlavə vahidinin istehlakı nəticəsində əldə edilən ümumi faydalılığın artımına son faydalılıq deyilir. Son faydalılıq isə MU ilə işarələyirik. Demək, baxırıq biz, bizim cədvələ baxsaq, biz bir əmtərini, demək, miqdarımız 1-ə bərabər oldu. Bir əmtəni biz bir dəfə istifadə edək ki, 1 stəkan su içdik və biz bundan toplam 12 util faydalılıq aldıq və bizim son hədd faydalılığımız da 12-ə bərabərdir. Hər bir zaman malı ilk dəfə istifadə edərkən toplam faydalılıq və son hədd faydalılığı bir-birinə bərabər olurlar. İkinci stəkan suyu içdikdə biz toplam faydalılığımız 20-yə bərabər oldu. Demək, son faydalılığımız isə 8-ə. Yəni, bizim birinci toplam faydamız 12 idi və artaraq, 8 ədəd artaraq 20 oldu, 20 util oldu. Burada isə görürsünüz ki, son hədd demək, neçədir? 8 utildir. Sonra baxırıq, biz 3-cü stəkan suyu içdikdən sonra son, demək, toplam faydalılığımız bizim oldu 26 util və baxırıq ki, 20-dən qalxdı 26, demək 6 util qalxdı və bu da bizim 6 son faydalılığımızdır. 4-cü stəkan suyu da deyək ki, içdik və burada bizim toplam faydalılığımız 30-a bərabər oldu. 26 30-a qalxması üçün 4 util yəni artdı. Bu da son faydalılıqdır. Və 5-ci artıq stəkanı içdikdən sonra biz heç bir faydalılıq gördüyünüz kimi əldə etmədik. Çünki toplam faydalılıq 30 idi, elə 30-da da qaldı və demək ki, bizim son faydalılığımız 0-a bərabərdir. Artıq biz faydalılıq əldə etmirik bundan və 6-cı stəkan deyək ki, su içsək əgər, o zaman bizim toplam faydamız nə olacaq? 28, nə qədər indi? 2 util. Demək, burada da son faydalılıq isə -2-yə bərabər olacaqdır. Və burada bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, gördüyünüz kimi 5-ci dəfə istifadə etdikdə miqdarımız 5-ə bərabər olduqda biz maksimum toplam faydalılığı əldə etdik, yəni 30. Bu zaman bizim son hədd faydalılığımız 0-a bərabərdir. Yəni bunu da yadda saxlamaq istəyirəm ki, demək, toplam faydalılığımız bizim maksimuma bərabər olduğu nöqtədə bizim son faydalılığımız 0-a bərabərdir. Və ondan sonra da azalaraq gedir. Qrafikimizə baxsaq əgər biz, qrafikdə gördüyünüz kimi bizim toplam faydalılığımız ilk öncə artan, sonra isə azalan bir əyridir, toplam faydalılığın əyrisi və bu nöqtə buna maksimum nöqtəsidir və baxdığımız kimi bu nöqtəyə uyğun gələn bizim demək son faydalılığımız 0-a bərabərdir. Son faydalılığımız isə bizim azalandır. Yəni ilk məhsulu istifadə etdiyimiz zaman son faydalılığımız artır və ikinci məhsuldan başlayaraq azalır. Yəni ikinci məhsulun istifadəsindən sonra azaldıqca get-gedə azalır və buna da birinci Gaussian qanunu da deyirlər. Bunu da yadda saxlaya bilərsiniz. Və son faydalılığın hesablanmasını mən yəni cədvəldə göstərdim. Düşünürəm ki, sizin demək yadınızda qalar. Ancaq burada da bizim düsturumuz var və bu Q3 çıxaq Q2 var bizim bu məxrəcdə. Bu hər bir zaman 1-ə bərabərdir. Məsələn, Q3 bu deyək ki, Q3 budur,
Q2 isə budur. 3-dən 2 çıxdıqda hər bir zaman 1-ə bərabər və yaxud Q5 budur, Q4 isə budur. 5-dən 4 çıxdığımızda hər zaman 1-ə bərabər olduqdan bizim demək düsturumuzu biz bu cürdə yaza bilərik. TO3 çıxaq TO2. Məsələn, deyək ki, bizə deyirlər 5-in belə deyək. Məsələn, 4-cü malın elə bir məhsulun 4 miqdar istifadə etdikdən sonra son faydalılığı ölçün. Son faydalılığı tapın neçədir? Bu zaman biz nə edirik? Demək, TO 4-dən çıxırıq TO3-ü. Bu da neçədir? 4 edir və burada 4 yazırıq. Gördüyünüz kimi. Yəni bu çox asandır. Düşünürəm ki, bununla bağlı hər şey aydındır sizlərə. İstehlakçının davranışının maksimumlaşdırılması. Yəni demək istəyirəm ki, ilk öncə oxumadan əvvəl bildirim ki, demək istehlakçılar hər bir zaman faydalılığı, demək davranışınla faydalılığını maksimumlaşdırmaq istəyir. Məsələn, büdcəsinin yetdiyi qədər ən çox fayda ala biləcəyi nədirsə də ona da o büdcəni verir və iqtisadiyyatda həm istehlakçılar, həm də istehsalçılar hər zaman ən yüksək fayda və mənfəət əldə etməyə çalışırlar. İstehlakçılar mal və xidmətləri satın aldıqları zaman faydalarını maksimumlaşdırmaq istəyirlər. Buna faydanın maksimumlaşdırılması deyilir. İstehsalçılar isə iqtisadi fəaliyyətlərin nəticəsində mənfəətlərini maksimumlaşdırmağa çalışırlar ki, buna da mənfəətin maksimumlaşdırılması deyilir və biz bunu növbəti mövzumuzda istehsalçının davranışı mövzusunda danışacağıq bu haqda. İndi isə baxırıq bizim bu düsturumuza. Demək, bizim X-dən əldə etdiyimiz son faydanı X-in qiymətinə bölsək, bizim Y-dən əldə etdiyimiz son faydanın Y-in qiymətinə bölməmizə bərabərdir və bu düsturda, demək, birinci düsturumuzdan bizim alınır. Bunu yəni yazıb götürməyinizi və ya yadda saxlamağınızı istərdim və demək, bizə verilib 2 ədəd cədvəl, deyək ki, A əmtəsinin qiyməti 4 AZ-dir, B əmtəsinin qiyməti 2 AZ-dir. Və məsələn, biz burada götürək, hər hansı bir nöqtəni götürsək, məsələn, deyək ki, A əmtəsindən 2 ədəd biz əldə etmişik. 2 ədədindən bizim aldığımız, demək, son faydalılıq 12-dir. Bu zaman bizə deyirlər ki, B əmtəsindən neçə ədəd əldə etməliyik? Cədvəllər verilib, qiymətlər verilib. Bu zaman nədir? Adi bir riyaziyyat hesablaması ilə biz bunu tapa bilərik. Demək, MUX bərabərdir 12-yə, düzdürmü? Burada 12-ni bildikdə 2 ədəd almışıqsa da, demək ki, MU 12-dir. Bunu bölək. MU Y-ə, MU Y-i biz tapmalıyıq, bunu bilmirik. Qiymətimiz neçədir? X-in qiyməti 4-dür, Y-in qiyməti isə 2-dir. Buradan da demək bizim MU Y-imiz bərabərdir. Demək, 4 bölünsün 24-ə, bu da bərabərdir 6. Və bu cədvəldə biz baxırıq 6-ya bərabər olduğu M-nun buradır. Demək ki, biz 2 ədəd A əmtəsindən əldə edilirsə də maksimum fayda əldə etmək üçün 3 ədəd də B əmtəsindən əldə etməliyik. Gördüyünüz kimi, yəni bu hesablamada bu cür aparılır. Düşünürəm ki, yəni çox asandır bu, yəqin ki, aydındır hər birinizə. Fərqsizlik əyrilərindən danışır və bununla da biz demək, kardinalistlərdən bitirdik. Kardinalistlər, yəni gördüyünüz kimi rəqəmlərdir, hesablayırlar. B əmtəsi məsələn 6 ədəd faydalılıq verir, A əmtəsi 7 ədəd faydalılıq, yəni belə bu cürdür. Ancaq ordinalistlərin isə nə? Fərqsizlik əyriləri. Ordinalistlər deyir ki, yəni məsələn su, mən deyə bilmərəm ki, mənə 5 rutil faydalılıq verir. Amma mən deyə bilərəm ki, su mənim üçün, məsələn, kofedən daha çox fayda verir. Yəni, bunu deyə bilərəm. Və onun üçün də ordinalistlərdə əsasən 2 məhsulun, demək, müqayisəsi aparılır. 2 məhsulun. Fərqsizlik əyriləri eyni faydaya malik 2 əmtədən ibarət olan paketləri özündə əks etdirən nöqtələrin birləşməsindən əmələ gələn əyridir. Gördüyünüz kimi, bizim Y əmtəsidir və X əmtəsindən nə qədər istifadə edirik. Məsələn, bu nöqtədə deyək ki, Y-dən 5 ədəd istifadə edirik, burada deyək ki, 3 ədəd istifadə edirik, burada 1 ədəd istifadə edirik və eləcə X-dən burada 1 ədəddir, burada 3 ədəddir, burada da 5 ədəddir.
Başqa cür ifadə etsək, fərqsizlik əyrisi istehlakçıya müəyyən bir ümumi faydalılıq təmin edən iki əmtənin müxtəlif istehlak bölgülərini göstərən nöqtələrin həndəsi yeridir. Və bu əyri gördüyünüz kimi, məsələn, biz Y-dən 5 ədəd istehlak etsək və X-dən də 1 ədəd istehlak etsək, eləcə də Y-dən 3 ədəd istehlak edib, deyək ki, X-dən 2 ədəd istehlak etsək və ya Y-dən 1 ədəd və X-dən 3 ədəd demək alsaq, biz hər birində eyni faydalılığa sahib oluruq. Və demək ki, bu əyri üzərində yerləşən bütün nöqtələrdə faydalılıq bir-birinə bərabərdir. Burada da, burada da və burada da. Hər birində demək faydalılıq bir-birinə bərabərdir. Demək, bizim bizdəki fərqsizlik əyrilərindən ibarət fərqsizlik xəritəmiz var. O da belə bir şəkil alır və burada gördüyünüz bu fərqsizlik əyrilərindən ən çox bizə fayda verən fərqsizlik əyrisi sıfırdan ən uzaq olan, yəni ən yuxarıda olan fərqsiz əyrisidir. Və bunu yadda saxlamanızı istəyirəm ki, ən çox demək fayda verən hər zaman ən uzaq, sıfırdan ən uzaq olan fərqsizlik əyrisidir. Və belə bir şey də var, demək baxırıq, biz deyirik ki, fərqsizlik əyrilərimiz heç bir zaman kəsişmir və bu belə bir şəkil alır. Fərqsizlik əyrilərimiz kəsişsəydi nə baş verərdi və yəni niyə kəsişmir? Mən onu demək istəyirəm sizlərə. Deyək ki, bizim iki fərqsizlik əyrimiz kəsişdi. Biz dediyimiz kimi, fərqsizlik əyrisinin üzərində bütün nöqtələrdə faydalılığımız eynidir. Yəni, deyək ki, bu nöqtələrin hər birində bizim faydalılığımız eynidir. Və bu zaman deyək ki, bu A1 əyrisi olsun, bu da B1 əyrisi olsun. Və bu nöqtəni də qoyaq, deyək ki, A nöqtəsi. Və bunlar kəsişərsə əgər, demək bu nöqtədə faydalılıq hər ikisində eyni olur. Və demək bu iki fərqsizlik əyrisi bir-birinə bərabər olur. Bu isə, yəni bunun baş verməsi mümkün olmadığından, yəni bu iki əyrinin bir-birinə bərabər olmağı mümkün olmadıqdan fərqsizlik əyriləri hər bir zaman bir-birinə paralel şəkildə olurlar. İndi isə yazılı şəkildə buna baxaq. Fərqsizlik əyrilərinin xüsusiyyətləri hansılardır? Biz bildirdiyimiz fərqsizlik əyrisi üzərindəki hər nöqtə istehlakçıya eyni ümumi faydalılığı təmin edən istehlak bölgülərini göstərir. Daha yüksək fərqsizlik əyrisi daha çox faydalılıq gətirir. Yəni daha yüksək dediyimizdə, mən bayaqlarda dedim sizə, daha yüksək, yəni sıfırdan daha uzaq olan fərqsizlik əyrisi daha çox fayda gətirir. Fərqsizlik əyriləri heç vaxt kəsişmir. Bunu da mən sizə dedim niyə? Mənfi meyilliyə malikdir. Mənfi meyilliyə malik olmalarını mən deyim. Fərqsizlik əyrisinə baxırıq. Bu deyək ki, Y əmtəsidir, bu isə X əmtəsidir. Y əmtəsindən 5 ədəd biz istehlak etdikdə, X əmtəsindən deyək ki, 2 ədəd istehlak edirik. Və X əmtəsini 3 ədəd istehlak etmək üçün, yəni bunu artırmaq üçün biz Y əmtəsindən deyək ki, 2 ədədindən imtina etməliyik. Və görürsünüz, biri artan zaman digəri azalır və yəni bunlar bir-birinə tərs mütənasibdir və onun üçün də mənfi meyilliyə malikdir. Fərqsizlik əyriləri içəri doğru çökükdür. İçəri doğru çökükdür. Bunu da biz içəri doğru çöküklüyünü qarşıda deyəcək nə üçündür? Fərqsizlik əyrilərinin növləri. Demək, bizim normal fərqsizlik əyrimiz biz dedik ki, bu şəkildə olur. Fərqsizlik əyrimiz demək, mükəmməl əvəzedici əmtələrdirlərsə də, məsələn, biz bilirik ki, 10 manatlıq əskinazı biz hər bir an 2 ədəd 5 manatlıq əskinaza dəyişə bilərik. Yəni, bunlar mükəmməl əvəzedici əmtələrdir. Bu zaman bizim fərqsizlik əyrimiz bu şəkildə olur. Gördüyünüz kimi, bu şəkil alır, yəni düz olur. Və indi isə baxaq mükəmməl tamamlayıcı əmtələr. Mükəmməl tamamlayıcı əmtələr demək qrafiki bu şəkildə olur. Yəni L şəklində olur, L hərfi kimi olur. Və gördüyünüz kimi məsələn 1 ədəd sol əlcək və 1 ədəd də sağ əlcək demək biz alırıqsa, istehlak ediriksə, biz bu nöqtədəki faydalılığı əldə edirik. Və biz dediyimiz kimi faydalılıq əyrisinin, fərqsizlik əyrisinin üzərində faydalar hər bir yerdə eynidir. Və baxırıq ki, biz 10 ədəd sol əlcək alsaq, sağ əlcək isə 1 ədəd saxlasaq, bizim faydalılığımız yenə də eyni olacaq. Çünki bizim istifadə etdiyimiz 1 ədəd sol əlcəkdir və 1 ədəd də sağ əlcəkdir. Yəni, ayrı-ayrı
rəqəmlər olduqda bunların faydalılığı bizə, yəni bir faydası yoxdur miqdarı artırmağın. Optimal nöqtə, yəni ən demək səmərəli nöqtəni seçmək istəyiriksə də biz 1-ə 1 almalıyıq. Düşünürəm ki, bununla da aydındır sizlərə. İndi isə fərqsizlik əyrilərinin çöküklüyü, marjinal əvəzetmə dərəcəsi. Demək, fərqsizlik əyrilərinin çöküklüyü marjinal əvəzetmə dərəcəsindən asılıdır. Marjinal əvəzetmə dərəcəsi istehlakçıların bir əmtəni digəri ilə əvəz etmək istəyidir. Demək, marjinal əvəzetmə dərəcəsindən adətən istehlakçıların sahib olduğu əmtənin miqdarından asılıdır. Əgər əmtənin miqdarı çoxdursa, istehlakçı onu rahat bir şəkildə əvəz etməyə hazırdır. Əksinə, azdırsa, onu dəyişmək üçün tələb etdiyi digər əmtənin miqdarı artacaq. Bu səbəbdən fərqsizlik əyriləri içəri doğru çökükdür. Və baxırıq ki, məsələn, Y əmtəsindən biz 14 ədəd istehlak edirdik. X-dən isə 2 ədəd. X-i 1 ədəd artırmaq üçün biz baxırıq, X oldu 3, Y oldu 8. 6 ədəd demək, Y-dən imtina etdik. Ancaq bir də bu nöqtəyə baxaq. 6 ədəd X istehlak edirik və bunu 7-yə qaldırmaq üçün 1 ədəd demək, artırmaq üçün biz 4-dən 3-ə endirdik. Demək, Y-in istehlakını və burada isə 1-dən imtina etdik. Və bu nöqtədə gördüyünüz kimi bu nöqtədə biz bu nöqtəyə gəlmək, X-i 1 ədəd artırmaq üçün 6 ədəd Y-dən imtina etdik. Çünki Y-imiz çox idi. Y əmtəsi 14 ədəd idi. İndi isə Y əmtəmiz az olduğundan artıq bu bizə daha çox faydalılıq verir və biz bundan daha az imtina etməyə çalışırıq. Və bir də demək ki, bu səbəbdən fərqsizlik əyriləri içəri doğru çökükdür. Bir də bir şey bildirmək istəyirəm. Testlərdə çaşdırıcı suallar olur və deyirlər ki, məsələn, biz deyirik ki, bizim fərqsizlik əyrimiz çökükdür. Yəni, baxırıq ki, fərqsizlik əyrimiz çökükdür. Ancaq sual, yəni mənim də qarşıma çıxıb belə bir sual ki, koordinat başlanğıcına, yəni sıfıra nisbətən fərqsizlik əyriləri qabarıq olur. Bu düzdür. Yəni, baxırıq ki, sıfır üçün bu fərqsizlik əyrisi qabarıqdır. Amma normal halda biz buna çökükdür deyirik. Sizin qarşınıza da belə bir sual çıxsa, yəni bunu yadda saxlayın ki, koordinat başlanğıcına, yəni sıfıra nisbətən bu sıfıra tərəf baxdıqda bu fərqsizlik əyrisi çökükdür, qabarıqdır. Ancaq normal halda biz buna çökükdür deyirik. Düşünürəm ki, bununla da sizə hər şey aydındır. Demək, MRS və ya əvəzləmənin son hədd norması necə hesablanır? X neməti ilə Y nemətinin əvəzlənməsinin son hədd norması X nemətinin bir vahidə artırılması zamanı istehlakçının məmnunluq səviyyəsi dəyişilmədən Y nemətinin azaldılmalı olduğu miqdarına deyilir. Baxırıq ki, məsələn, bu misalda və görürsünüz, baxın, delta Y çıxaq delta X ilə. Demək, bu Y2 çıxaq Y1, X2 çıxaq X1. Qarşısında olan mənfi nəyi bildirir? Cavabımız bizim hər bir zaman mənfi alındığından bu mənfi ilə üstə düşərək müsbət cavab versin deyə. Çünki Y-imiz artan zaman X-imiz azalır və ya sürət, ya məxrəc ikisindən biri bizdə hər bir zaman mənfi alınır bu hesablamalardan sonra və bu mənfi də burada bizim müsbət cavab almağımız üçün qoyduq ki, yəni biləsiniz. Və deyək ki, biz bu qrafiklə hesablayaq, X-i 1 ədəd artırmaq istəyirik. X-i 1 ədəd artırmaq istəyiriksə də, demək, bizim X 1 ədəd artıbdır. Biz MRS hesablamaq neçədir? X-imiz 1 ədəd artıb, buraya yazırıq 1. Y-imiz nə qədər azalıb? Y-imiz azalıb 5 çıxaq 7, mənfi 2. Düzdürmü? Qarşıda da bir dənə mənfi var. Buradan da cavab çıxır 2. Demək, bu halda bizim əvəzləmənin son hədd norması nəyə bərabərdir? 2-yə bərabərdir. Bu da yəni elə bir çətin bir demək düstur deyil. Bunu da yadda saxlayın və keçirik büdcə məhdudiyyəti və büdcə xəttinə. Və burada danışdığımız fərqsizlik əyrisi biz deyirik ki, məsələn, burada da daha çox fayda əldə edirik. Ancaq ki, hara qədər bizim büdcəmiz yetənə qədər, bizim cibimizdə olan pulumuz və ya bizim büdcəmiz nəyə yetirsə də biz orada maksimum fayda əldə etməyə çalışırıq. İndi isə büdcə məhdudiyyəti və büdcə xəttindən danışaq.
Büdcə məhdudiyyətləri alıcının verilmiş gəlir səviyyəsində ala biləcəyi əmtəə və xidmətlərin kombinasiyalarını əks etdirir. Deyək ki, bizim maaşı biz i ilə işarələyək, gəliri yəni. Gəlirimiz bərabərdir, deyək ki, 500 AZN-ə. 500 AZN olduğu halda və y əmtəsinin PY bərabərdir 1 AZN, PX isə bərabərdir 100 AZN. Düzdürmü? Və PX üzr istəyirəm bərabər 5 AZN-ə. Və baxırıq biz. Gəlirimiz 500-dür. Biz X-dən heç almasaq, Y-dən nə qədər ala bilərik? Y-in qiyməti 1 manatdır və biz bundan 500 ədəd ala bilərik. Baxın, bu nöqtə 500 və Y-dən heç almasaq, X-dən 5 manatdır qiyməti, 100 ədəd biz əldə edə bilərik. Və bu büdcə xəttinin üzərində olan hər bir nöqtə, baxın, 250 ədəd Y alsaq, düzdürmü? Biz 250 manat buna veririk və 50 ədəd də biz X ala bilərik. Bu büdcə xəttinin üzərində hər bir nöqtə bizim imkanımız çatan nöqtədir. Baxın, bu nöqtədə də olan demək miqdarı ala bilərik. Bu nöqtədə də olanlar hər birini biz əldə edə bilərik. Və bunları yəni demək istəyirdim ki, məsələn, bizim deyək ki, nöqtəmiz biz bu nöqtəni götürsək, görürsünüzmü? Sıfırla büdcə xəttinin arasında olan nöqtədir. Biz bunu əldə edə bilərik, ancaq ki, bizim büdcəmizin tam sərf etmirik və cibimizdə deyək ki, pulumuz qalır və bu nöqtədə isə, burada isə bir nöqtə götürsək, buradan kənarda götürsək, buna bizim artıq imkanımız çatmır. Yəni, büdcəmiz yetmir bu nöqtədəki miqdarı əldə etmək üçün. İstehlakçı tarazlığı. İstehlakçı tarazlığını biz necə? Yəni, biz bundan öncə demək, fərqsizlik əhrisi və eləcə də büdcə əhrisi haqqında söhbət açdıq və bunların ikisinin birləşdiyi nöqtə optimal nöqtədir. Optimal nöqtə bizim istehlakçının maksimum fayda, cibində olan büdcə ilə, yəni əlində olan büdcə ilə ala biləcəyi maksimum fayda nöqtəsidir. Yəni, bu nöqtədə maksimum fayda əldə edir. Sonda istehlakçının hansı qərarı verəcəyini müəyyən etmək üçün yuxarıda göstərilən əyriləri bir yerdə nəzərə almalıyıq. Bu zaman büdcə məhdudiyyətləri və fərqsizlik əyrilərinin kəsişdiyi nöqtədə istehlakçının optimal seçimi müəyyənləşir. Yəni, alıcının istəyi ilə onun imkanı üst-üstə düşür. Gördüyünüz kimi. Və burada kitabda da yazılıbdır. Burada da kəsişən zaman çoxları belə bir şeydə başa düşə bilərlər. Büdcə xəttidir. Düzdürmü? Biz deyirik ki, bu büdcə xəttindən bu ikisi əgər kəsişirsə, bu nöqtə optimal nöqtədir. Siz deyə bilərsiniz ki, belə bir deyək ki, fərqsizlik əhrisi gedir buradan və bu nöqtələrdə həm büdcəmiz yetir, həm biz faydalılıq alırıq və biz bunları da əldə edə bilərik. Düzdürmü? Onunla razı mən həm faydalılıq əldə edirik, həm büdcəmizi demək ki, yetir bu nöqtələrə, ancaq bir şey var ki, biz dedik axı, fərqsizlik əyriləri demək, sıfırdan nə qədər uzaq olarsa, bizə o qədər çox fayda verir. Və bu fərqsizlik əyrisi birinci fərqsizlik əyrisinə baxar zaman daha uzaqda sıfırdan və bu demək, bu nöqtədə daha çox faydalılıq əldə edirik deyə bizim əyrimiz bu şəkildə olur. Və bu optimal nöqtədə yəqin ki, hər kəs anladı optimal nöqtəni, yəni ən maksimum fayda əldə edirik cibimizdə olan büdcəyə görə. Buna da biz optimal nöqtə deyirik. İstehlakçının demək, burada gördüyünüz kimi, fərqsizlik əyrisi belə bir dəyişim edə bilər. Belə bir yer dəyişimi edə bilər. Bu nə zaman baş verir? İstehlakçının zövqü dəyişəndə. İstehlakçının zövqü, baxın, büdcəmiz yerindədir, düzdürmü? 5 ədəd Y əmtəsi, 3 ədəd də X əmtəsi alırdıq. Deyək ki, 10 ədəd, bu da 3 ədəd. Bizim fərqsizlik əyrimiz bu cür idi. Deyək ki, biz Y-i X-dən daha çox üstünlük verirdik və 5 ədəd bundan aldığımız zaman 3 ədəd X alırdıq. Ancaq ki, bizim zövqümüz dəyişir və X bizə daha çox məmnuniyyət bəxş edir və onun üçün də biz Y-i azaldırıq
və x-in sayını artırırıq və bu zaman bizim optimal nöqtəmiz, fərqsizlik əyrimiz bizim yer dəyişir və gəlir burada özünə bir yer alır. Gördüyünüz kimi zövqümüz dəyişən zaman bizim fərqsizlik əyrimiz yer dəyişir. Demək, baxırıq, bir əmtənin qiyməti dəyişəndə. Bir əmtənin qiyməti dəyişərsə nə baş verir? Demək, burada y əmtəsidir, burada x əmtəsidir. Deyək ki, y-dən biz 10 ədəd alırdıq, x-dən alırdıq biz 30 ədəd. Düzdürmü? Yəni, belə bir büdcə xəttimiz var. Və bazarda x-in, demək, p, x artır. X-in qiyməti artan zaman biz məcbur oluruq x-in istehlakını biraz azaldırıq ki, büdcəmizə uyğun olsun. Y-ə dəymirik. Y qalır yerində və x-i biz salırıq, deyək ki, 20-yə. Düzdürmü? 20-yə x-i salan zaman büdcə xəttimiz gördüyünüz kimi, baxın, x oxunun üzərində belə bir dəyişiklik, y nöqtəsi yerində qalır, ancaq x isə bu cür dəyişim edir və bu zaman təbii ki, bizim fərqsizlik əyrimiz də bununla birlikdə dəyişir. İstehlakçının gəliri dəyişəndə. İstehlakçının gəliri əgər artırsa da, biz demək, bizim əyrimiz bu cürünə, yəni paralel olaraq, burada yəni paralel olaraq sağa doğru yer dəyişir və bu zaman istehlakı artırır, artıq malların istifadəsini artırır və fərqsizlik əyrisi də onunla birlikdə belə bir yer dəyişir. Əgər əksinə olarsa, demək, gəlir azalarsa, o zaman əksinə olaraq yer dəyişir və düşünürəm ki, bu aydındır sizlərə. Bir də bazarda qiymətlərin dəyişməsi. Məsələn, biz demək, 10 ədəd, deyək ki, 20 ədəddə bundan. Biz 100 manata əvvəl 10 ədəd y əmtəsi ala bilərdik, 20 ədəd də x əmtəsi ala bilərdik. Yəni, ayrı-ayrılıqda. X almasaq 10 ədəd y ala bilərdik, y-də almasaq 10 ədəd, 20 ədəd x ala bilərdik. İndi isə bazarda qiymətlər qalxır və artıq 10 ədəd yox, 100 manata mən deyək ki, 8 ədəd y ala bilərəm və yaxud da 100 manata mən deyək ki, 15 ədəd x ala bilərəm. Bu zaman bizim büdcə xəttimiz yer dəyişir və bu da bazarda qiymətlərin dəyişməsi ilə baş verir və fərqsizlik əyrimiz də bununla birlikdə yerini dəyişir. Düşünürəm ki, bununla bağlı hər şey aydındır və burada deyilməyən bir şey mən istərdim sizə deyim. Demək ki, belə bir hal baş verərsə, baxın, bu bizim büdcə əyrimizdir və belə bir sual verir ki, bizim gəlirimiz filan miqdar artdıqdan sonra bazardakı qiymət də filan miqdar artmışdır. Əgər bunların artması eynidirsə, bizim büdcəmiz heç bir yerə yer dəyişmir. Çünki gəlirimiz artarsa, bizim büdcəmiz sağa doğru yer dəyişməlidir. Bazara qiymət artarsa, sola doğru yer dəyişməlidir və bunun üçün də eyni miqdarda olarsa artım, eyni məbləğdə olarsa artım, bizim büdcə xəttimiz yerində də qalır. Qiymət istehlak xətti və tələb əyrisinə keçid. Qiymətdəki dəyişikliklər. Mən sizə dedim, qiymətdə yəni belə bir dəyişikliklər olur. Məsələn, x əmtəsinin qiyməti dəyişdikcə bizim büdcə xətti yuxarı nöqtə qalır yerində, aşağı nöqtə isə dəyişir. Qiymətdəki dəyişikliklər büdcə məhdudiyyətlərində dəyişir. Yəni, büdcə məhdudiyyətləri də dəyişir təbii ki. Bu dəyişmə nəticəsində alınan optimal nöqtələrin birləşdirən xəttə qiymət istehlak xətti deyilir. Və gördüyünüz kimi, baxın, buradan bir fərqsizlik əyrisi gedir, burada bir optimal nöqtə, buradan biri gedir, buradan biri gedir, deyək ki, bu nöqtələri birləşdirdikdə bizim, yəni, məsələn, baxın, buradan belə götürək, baxın, bu əyrimiz qiymət istehlak xətti adlanır. Və bu əyrini, məsələn, x əmtəsində qiymət dəyişirsə də, aşağıya doğru, yəni simmetrik olaraq tələb qrafiki üzərinə keçirsək, biz x-in qiymətdən asılı olan tələb əyrisini ala bilərik.
Və bunun kimi gəlir istehlak xətti də var. Gəlirin dəyişməsi nəticəsində yaranan yeni optimal nöqtələri birləşdirən gəlir istehlak xəttini alırıq və gördüyünüz kimi baxın bu nöqtələri birləşdiriblər və bu gəlir istehlak xəttidir. Gəlir istehlak xəttindən də Engel sərisini, yəni bundan öncəki dərsimizdə də dediyimiz gəlir əyrisini əldə edə bilərik. Və gəlir və əvəzləmə effekti. Gəlir effekti əmtənin qiymətinin dəyişməsi nəticəsində real gəlirimizin dəyişməsidir. Əmtənin qiymət, yəni real gəlirimiz dedikdə, bunu biz qabaqda keçəcək, ancaq indidən bildirmək istəyirəm. Biz nominal gəliri var, bir də real gəliri var. Nominal gəlir mən işlə çalışıram və mənə ayda 100 AZN pul verirlər. 100 AZN mənim nominal gəlirimdir. Mən bunu pul olaraq, kağız olaraq alıram. Ancaq ki, 100 manata mənim ala biləcəklərim. Bazarda gedirəm 100 manata filan alıram, filan şey alıram, o birisini alıram. Bu mənim real gəlirimdir. Real gəlir artıq 100 manata nominal gəliri əldə edə biləcəklərimdir. Və burada da deyir, gəlir effekti əmtənin qiymətinin dəyişməsi nəticəsində real gəlirimizin dəyişməsidir. Məsələn, belə bir şey götürək. Deyək ki, A əmtəsinin demək PA bərabərdir 5 manata, PB bərabərdir 10 manata. Düzdürmü? AB. 100 manat gəlirimiz var bizim. 100 manata biz 20 ədəd A ala bilərik və 10 ədəd də B ala bilərik. Ancaq biz bu günləri, məsələn, yollanırıq bu məhsulları əldə etməyə və baxırıq ki, demək, deyək ki, B əmtəsinin qiyməti enərək olub 5 manat. Artıq biz 20 ədəd, yəni deyək ki, 20 ədəd A alıb 10 ədəd B ala bilirdiksə də, yəni ikisindən birini seçə bilərdik. Artıq biz B-dən deyək ki, 10 ədəd yox, 20 ədəd ala bilərik. Düzdürmü? Yəni bu gəlir effekti. Bunu başqa cürdə, yəni mən bir dəqiqə sizə deyim. Demək, 100 AZN bizim gəlirimiz var. 100 AZN. Bizim A-nın qiyməti, məsələn, 20 manatdır. PA bərabərdir 20-yə, PB bərabərdir, deyək ki, 10-a. Yəni, qiymətin ikisi də orada eyni oldu, ona görə, yəni, deyirəm, yenidən təkrarlayım ki, siz biləsiniz. 20-yə və 10-a. Deyək ki, biz 3 ədəd A məhsulundan alsaq, bu eləyir 60 manat və biz 4 ədəd də B məhsulundan ala bilərik. Düzdürmü? Biz bazara yollanırıq ki, 3 ədəd bundan alaq, 4 ədəd də bundan alaq. Amma 100 manatda pulumuz var. Gələndə biz görürük ki, deyək ki, A-nın qiyməti enərək olub 15 manat. A-nın qiyməti 15 manat olubsa da, biz 3 ədəd A-nın yerinə 3 ədəd 60 manat verməliyik. 4 ədəd A alırıq, yenə də 60 manat veririk və 4 ədəd də B alırıq. Görürsünüz, burada birinci variantda 3 ədəd A ala bilərdik, 4 ədəd B ala bilərdik. Ancaq indi isə hərəsindən 4 ədəd alırıq. Yəni, bu bizim real gəlirimizin artmasıdır. Və gəlir effekti əmtənin qiymətinin dəyişməsi nəticəsində real gəlirimizin dəyişməsidir. Gördünüzmü? Yəni, gəlirin qiymət dəyişdi, real gəlirimizə dəyişdi. Əvəzləmə effekti nədir? Əvəzləmə effekti bir əmtənin qiyməti düşən zaman digər əmtənin imtina edib bu əmtənin istehlak miqdarını artırmasıdır. Yenə də deyək ki, bizim 100 AZN pulumuz var. A əmtəsinin demək ki, qiyməti bərabərdir 10-a, B əmtəsinin qiyməti isə bərabərdir 20-yə. Düzdürmü? Biz deyək ki, A əmtəsindən 5 ədəd aldıqda, yox, deyək ki, A əmtəsindən 6 ədəd aldıqda, B əmtəsindən 2 ədəd alırdıq. Və biz bazara gəlirik və görürük ki, B əmtəsinin, deyək ki, qiyməti enərək olub 15 manat. Enib olub 15 manat. Bu zaman əvəzləmə effekti necə baş verir? Biz baxırıq ki, biz bundan 2 ədəd almağa gəlmişdik. Düzdürmü? Bizim imkanımız. Ancaq bu 15 manat olubdur və biz bundan 4 ədəd alırıq. Ki, bunun qiyməti ucuzlaşıb. 4 ədəd aldığımızda
Biz 60 manat buna veririk və bizim yerdə qalır 40 manatımız və 4 ədəd də biz artıq A əmtəsini alırıq. Görürsünüzmü? Bu qiyməti düşmüşdü deyə bunu biz artırdıq, ancaq ki digər əmtəni biz azaltdıq. Buna da biz əvəzləmə effekti deyirik. Bir də istehlakçı artıqlığı. İstehlakçı artıqlığı istehlakçının müəyyən miqdarda əmtəyə ödəmək istədiyi maksimal məbləğlə faktiki ödədiyi məbləğ arasındakı fərqdir. Məsələn, belə bir, yəni mənim də hadisə belə bir başıma gəlibdi. Yəni görün necə baş verir. Mən dərman almalıyam. Bu yaxınlarda da bildiyiniz kimi Azərbaycanda bəzi dərmanların qiyməti aşağı düşdü. Dərmanın faktiki mən bildiyim qiyməti və mənim ona verəcəyim, vermək istədiyim qiymət, yəni cibimdə 20 manat qoymuşam ki, mən bu dərmanı 20 manata almalıyam. Düzdürmü? Ancaq mən aptekə daxil oluram və aptekdə deyirəm ki, mənə filan dərmanı verin, deyir ki, bəs filan dərmanın qiyməti düşübdür. Bilirsinizmi? Deyirəm, necə? Deyir, filan dərman olubdur 2 manat 50 qəpik. Düzdürmü? Demək ki, mənim burada, baxın, gördüyünüz bu P1. P1 neçə idi? 20 manat idi. Mən düşünürdüm ki, bu 20 manatdır. Ancaq gəlib görürəm ki, mən, ya 20 manat da verməyə hazır idim buna. Gəlib görürəm ki, bunun qiyməti əslində isə 2 manat 50 qəpikdir. Və bu gördüyünüz məsafə, baxın, bu gördüyünüz məsafə nədir? İstehlakçı artıqlığıdır. Bunu da necə hesablayırıq? P1 çıxılsın, P, bu da bərabərdir 17 manat 50 qəpik. Məsələn, mənim halımda bu baş verir. Və bu gördüyünüz kimi, yəni mən bu dərman üzərində çəkdim bunu. Bunu digər, yəni şeylərdə demək olar burada. Baxın, tələbin həcmi 1-dir, 2-dir, 3-dür. Tələbin həcmi yüksək olduqda, məsələn, mən deyək ki, hansısa bir susuz bir ölkədə yaşayıram. Deyək ki, mən Afrikada yaşayıram və suya elə bir tələbim var ki, suyun qiyməti bu olsa da, hətta mən bu pulu da verməyə ona razıyam. Düzdürmü? Birinci əmtəsindən ötürü. Birinci əmtədə mən bunu alıb istifadə etdikdən sonra, mən artıq ikinci əmtəyə bu qədər yox, ancaq bundan biraz az yenə də normal qiymətdən yuxarı pul verməyə hazıram. Və artıq dördüncü əmtədən sonra yox, demək üçüncü əmtədən sonra siz buradan sonra baxırsınız ki, artıq mən qiymətdən aşağı düşürəm və bu da artıq mənə fayda vermir onun üçün. Yəni mən artıq belə deyək, sudan doydum və mənə artıq lazım deyil. Və burada qiymətdən yuxarı olan hər bir demək hal bizim istehlakçı artıqlığımızdır və hesablamasını da mən sizə göstərdim. Məsələn, bu nöqtəni götürdükdə biz yuxarıda nə qədər artıq varsa da ondan hal-hazırda olan qiyməti çıxırıq və istehlakçı artıqlığını alırıq. Demək, növbəti dərsimizdə biz istehsal anlayışı və istehsalçı tarazlığı haqqında söhbət açacağıq. Özünüzü yoxlama suallarını oxuyub, demək, mövzunu nə qədər mənimsədiyinizi yoxlaya bilərsiniz. Videolarımızı paylaşın ki, daha çox insan yararlana bilsin. Hər birinizə təşəkkür edirəm. Suallarınızı şərhlərə yazın. Bu suallarınıza cavab veriləcək və keçən dəfə bizim demək qara bazarla maraqlı bir demək belə bir sualları mən axtardım. Qara bazarla əlaqəli ancaq mən sual tapa bilmədim. Sadəcə Facebookda belə bir suallara rast gəldim. Qara bazarla ilgili, o da ki, o sualın qoyuluşu səhv idi. Belə bir funksiya var idi. Demək QD bərabərdir baxın, belə bir demək sual vermişdi. QD bərabərdir 40 üstəgələk P. Qısı bərabərdir, demək ki, QD dediyimizdə biz tələbin həcmi bərabərdir 40 üstəgələk P. Təşrifin həcmi isə bərabərdir 100 çıxaq 2P. Yəni, bu funksiya baxsın, qara bazarla ilgili bir dənə bu suala rast gəldim. Bu sualın yəni qoyuluşu səhv edib, biz buna baxaq. Məsələn, bizim QD bərabərdir 40 üstəgələk. Baxın, buradakı halda deyək ki, qiymət 20-dir. Düzdürmü? QD nəyə bərabər olur? Bərabərdir 60-a. Deyək ki, bizim qiymətimiz oldu 30 manat. QD bərabərdir 40 üstəgələk 30 və bu da bərabərdir 70-ə. Yəni, bu funksiyanın qoyuluşu səhvdir. Bilirsizmi nəyə görə? Yəni, düşünürəm ki, çoxları anladı. Qiymət artan zaman tələbin həcmi demək azalmalıdır. Ancaq bu halda qiymət artan zaman tələbin həcmi də artır və əksinə olaraq təklifdə isə baxın 100 demək çıxaq 20 olarsa qiymətimiz 40 bərabərdir 60-a.
Demək burada yazaq 60-a. Qiymət 20 olarsa, 100 çıxaq, qiymət 30 olarsa, 60 bərabərdir 40-a. Qiymət qalxdığı zaman təklifin həcmi isə azalır. Yəni bu funksiyalar səhv seçilibdir və bunun üçün də qara bazardan mən sizə nə demək istərdim? Qara bazar haqqında demək ki, qara bazar hansı halda yaranır? Baxın, demək ki, bu bizim tarazlıq nöqtəmizdir. Bu bizim tarazlıq nöqtəsi. Tarazlıq qiymətimiz 20-dir, düzdürmü? Tarazlıq demək ki, qiymətimiz 20-dir, həcmimiz isə deyək ki 30-dur. Məsələn, dövlət bizə demək belə bir qiymət 10 manat qiymət, tavan qiyməti bizə 10 manat. Qoyur, deyir ki 10 manatdan yuxarı satış olmaz. Bu zaman təklif gördüyünüz kimi azalır, məsələn deyək ki olur 10. Yəni mən burada məsələn deyirəm, yəni tam ola bilər, rəqəmlər dəqiq olmasın. Ancaq tələb isə qiymət 10 manat olubdur, tələb isə qalxır olur 50. Və bazarda nə yaranır? Qıtlıq yaranır. Düzdürmü? Yəni təklif çünki azalıbdır. Və bu 10 ədəd mal istehsal edən insan baxır ki, bu 10 manata verir, buna heç xeyir eləmir. Ancaq ki, baxın, bura paralel şəkildə qalxdı. Baxın, bu nöqtədə isə, burada isə, görürsünüzmü? Bizim var da, burada da insanlar var ki, hansılar ki, əldə edə bilərlər o məhsulu, yəni yuxarı qiymətdən. Buranın da qiymətini deyək ki, biz 25 manat deyək ki, məsələn. 25 manata da axı burada tələbi olan insanlar var. Görürsünüz, az da olsa, məsələn, 5 nəfər, 10 nəfər də olsa, baxın, burada 10-la götürsək, 10 nəfər var ki, hansı ki 25 manat qiymətə bu məhsulu əldə edə bilərlər. Və istehlakçı da beləcə qara bazara əmələ gəlir. Və qara bazarda qiymətin, demək, aşağı salan zaman dövlət əgər qara bazarın əmələ gəlməsi üçün, dövlət əgər, demək, qiyməti aşağı saldıqda təklif verənə, yəni istehsalçılara subsidiyalar ayırmırsa, o zaman qara bazar əmələ gəlir. Və burada elə bir çətin bir şey yoxdur. Sadəcə bunu hesablamaq üçün də biz ilk öncə tarazlıq qiymətini tapırıq. Tarazlıq qiyməti tapdıqdan sonra bizim demək dövlətin qoyduğu qiyməti ilk öncə demək dövlətin qoyduğu qiymətlə biz təklifin həcmini tapırıq. Dövlətin verdiyi qiymət 10 manatdırsa, məsələn, təklif qısıya biz P-nin yerinə 10 qoyuruq, onu tapırıq. Oradan alınan cavabı da tələb funksiyasına bərabərləşdiririk və məsələn, tələb funksiyamız deyək ki, bizim demək QD bərabərdir 5P üstəgələk 5 məsələn. Və bu QD-nin yerinə biz QS-nin qiymətini qoyuruq və buradan da P-ni tapırıq. Bu isə bizim qara bazar qiymətimiz olur. Hər birinizə təşəkkür edirəm. Videomuzu paylaşmağı unutmayın. Gələn dəstədə görüşənədək sağ olun.